Salam. Özünə zaman ayıraraq ruhuna sərmayə etdiyin bu dəqiqələrə xoş gəlmisən. Mən klinik psixoloq Aynur Həsənzadə. Bu meditasiyada mənim səsim səni yönləndirəcək. Bu meditasiya zamanı sən xarici dünyanın səs-küyündən yavaş-yavaş uzaqlaşıb özünün ən təhlükəsiz və müdrik məkanına, öz daxili aləminə səyahət edəcək və öz daxilində yenidən mərkəzlənəcəksən. İndi olduğun yerdə rahat bir şəkildə əyləş və ya uzan. Əgər mümkündürsə, olduğun məkanın işığını minimuma endir. Və hazır olduğunda gözlərini yavaşca yum və iki əlini üst-üstə ürək nahiyənin üzərinə yerləşdir. İndi diqqətini yavaşca daxilinə yönəltməyə başla. Unutma, hal-hazırda tam rahatsan və heç yerə tələsmirsən. Bu, sənin bir neçə dəqiqəlik özünlə görüşmək üçün özünə zaman ayırdığın xüsusi bir andır. İndi dərin bir nəfəs al və sanki bu nəfəslə birlikdə bütün diqqətini havadan toplayıb daxilinə yığdığını hiss et. Və nəfəsini geri verərkən bütün gərginliyin, səndə artıq olan hər şeyin səndən uzaqlaşıb havaya qarışmasına və yox olmasına icazə ver. Bu prosesi 2 dəfə daha təkrarla. İndi diqqətini xarici səslərdən, gələcəklə bağlı düşüncələrdən və keçmişin yüklərindən tamamilə ayırmağa başla. Hər gün enerjin minlərlə yerə dağıla bilir. Sosial şəbəkəyə, iş qayğılarına, başqalarının gözləntilərinə, öz qorxu və narahatlıqlarına, istənməyən fikirlərə, başqa insanların sözlərinə və daha bir çox yerə. Bununla da sanki sənin hər bir hissən səndən kənara, başqa yerlərə saçılır. İndi təsəvvür et ki, həmin hissələrin və zərrəciklərin hara aid olduğunu xatırlayırlar və yavaş-yavaş öz evlərinə doğru yol alırlar. Bu hissələr sakit bir şəkildə parlaq nöqtələr kimi sənin mərkəzinə doğru axın edirlər. Onlar sağdan, soldan, keçmişdən, gələcəkdən axın edərək sənin əllərinin altındakı ürək nahiyənə doğru geri qayıdırlar. Bu zərrəciklər sənin ürək nahiyəndə toplanaraq orada parlaq ağ-sarı rəngli bir işıq yandırırlar. Ürək nahiyəndəki bu güclü, sakit və işıqlı nöqtə sənin öz daxili mərkəzindir. Sənin sarsılmaz bir limanındır. Gün ərzində baş verən hadisələr, fikirlərin, emosiyaların səni zaman-zaman bu mərkəzdən uzaqlaşdırsa da, sən öz saçılmış zərrəciklərini hər zaman daxilinə geri toparlaya bilirsən. İndi ürək nahiyəndə hər istiqamətdən axın edən bu zərrəciklərin orada toplanmasını və ürəyində get-gedə güclənərək yanan bu işığı hiss et.
bu işıq sənin öz daxili işığındır. İndi öz bədəninə yuxarıdan aşağı nəzər sal. Harda bloklar var, harda gərginlik hiss edirsən, harda uzun müddətdir yığıb saxladığın yüklər var. Bəlkə çiyinlərində, bəlkə qollarında. Harda bu gərginliyi hiss edirsənsə, dərin bir nəfəs alaraq həmin nöqtəyə ürəyində yanan işıqdan bir parça göndər. Bu işıqla təmiz, güclü və bərpa edici bir enerji axını sənin həmin nahiyəni sanki bərpa edir. Və indi ürəyindəki bu işığı başından ayağına qədər bütün bədəninə yay. Sanki damarlarında qan hərəkət edən kimi, bu işıq da başından ayağına qədər bütün bədənində yüngül və isti bir hərəkətlə səni hüceyrə səviyyəsində bərpa edir və sənin bədənində daim hərəkət şəklində axın edir. Bu axınla birlikdə sənin hər bir hüceyrənin enerji ehtiyatı hal-hazırda yenilənir. Bu enerji zərrəciklərinin axını yorğunluğu yuyub aparır və öz yerini canlılıqla doldurur. Sən hər nəfəs alıb verdikcə, daxilindəki mərkəzi işıq biraz da güclənir və daha çox parlamağa başlayır. Bu işıq sənə kənardan verilmir. Bu, sənin öz enerjindir. Sənin öz daxili mənbəyinin işığıdır. Bu işıq məhz sənin öz daxili gücündən və öz daxili resurslarından meydana gəlir. Bu enerji bədənində hərəkət etdikcə, sən özünü daha bütöv, daha sabit və daha təhlükəsiz hiss edirsən. Sən hal-hazırda öz dünyanda, öz mərkəzindəsən. İndi bu cümlələrin zehnində səssizcə öz yerini tapmasına icazə ver. İstəsən, bu cümlələri mənim ardımca daxili səslə təkrar edə bilərsən. Mən öz mərkəzimdəyəm. Mənim enerjim mənə aiddir və o hara dağılsa da ən sonda mənə qayıdır. Mənim bədənim təhlükəsiz və rahatdır. Ehtiyacım olan bütün güc mənim öz daxilimdədir. Mənim bədənim və ruhum hər saniyə özünü bərpa edir. Mən öz enerjimi şüurlu şəkildə istifadə etməyi bacarıram. Mən öz daxilimdə balansdayam və nə baş verirsə versin, mən öz mərkəzimə qayıtmağı bacarıram. Bu yenilənmiş halını və bu daxili aydınlığını indi həm qəlbinə, həm də yaddaşına səssizcə möhürlə. Sən artıq bilirsən ki,
Sənin daxili mərkəzin hər zaman səninlədir və o bir nəfəs qədər sənin yaxınındadır və sənə hər zaman əlçatandır. Bu balansı və bu enerjini günün geri qalan hissəsinə də özünlə birlikdə apar. Danışarkən, hərəkət edərkən və ya sadəcə mövcud olarkən daxilindəki bu balansı və mərkəzlənməni hiss et. Sən artıq bilirsən ki, ehtiyacın olan hər an öz zərrəciklərini yenidən daxilinə mərkəzləmək üçün bu meditasiyanı təkrar dinləyə bilərsən. Və indi hazır olduğunda bu daxili balans və rahatlıq halında bədənini yavaşca hərəkət etdir. Dərin bir nəfəs al və gözlərini açaraq sakitcə, tələsmədən indiki ana qayıt.